Salam aleyküm. Her vaxtınız xeyir. Bazırgandan. Ağa, sen burada bir dənə dərli dil eləyəm sizdən. Dərli dillə bazı bir sözlər vardı, onları deyəm sizə. Nə mənadır? Ağa, əməlgəri olun. Nə mənə yəni? 2 müddət idi mənim özüm istəyirdim bir dənə page vuram. Öz işimdəki bilirsiniz tərxisdir, var da sadiratdır, özümə bəzi xırda yüklər gəlir fiilən. Və bir dənə dəftərdə işləyirik ki, hamımız familik, dostluq, tanışıq. Orada da məşğulam ki, budur bayramdan bu yana, yəni 4 ayın içindən qala 120-130 dənə maşın gəlib çıxartmışıq, tərxis eləmişik və vaqən ilə qəşəkdə işləyirik. Dəramədimiz, zadımız Allah şükür çox qəşəkdir. Özümə də xırım-xırda yüklər düşürmüsən, üzür. Palet, bir palet, 2 palet tərxisdən zaddan düşür və sadirat düşür. Sadirat da bu cür qızdı ki, gəlir, indi yoldaşım qızdı tutub da onun maşınlarını mən verirəm. Maşınlarını mən verirəm. Yəni işim dərkol elə gömrükdəndir. Neçə müddət idi istəyirdim bir dənə bu cür page açam. İnstada zadda. Öz gördüğüm işləri. Mən ki özüm iş görürəm, elə onları bu cür elə videoya çəkəm, atam oraya. Amma qizavətdən qorxurdum. Deyirdim ki, bu cür deyəcəkdilər, bu niyə belə elə, bu da qatıbdır. Elə utanırdım ya, qorxurdum bəzi bir şeylərdən, atamırdım, eləyəmirdim. Yəni deyirdim, qoy hər nə mənə düz olsun, hər nə mənə qəşəng olsun, zad olsun, yer eləyim. 2 müddət idi. Atmırdım, eləmirdim xulası. Kəmalgəri aydım indi. Eləmirdim o işi. Təzə 10 gün, 15 gündür. Böyle gəldim, dedim, cəhənnəmə atacağım cidəyə, nə olur üstündə də, nə olacaqdı bu. Gəldim, attım. 10 gündür. Elə bu cür filmi yığıram. 1 dəqiqəlik, 2 dəqiqəlik. Beduni edit, beduni bir şey. Çünki vaxtım da yox deyir editə zada. Filmi ilə bu cür çəkirəm, atıram. Videonu çəkirəm, atıram. Page. 10 gündür. Təqribən 30 dənə, 32, 33 dənə belə reelsdir. Ağa gəlib olubdu. Explora düşür filmlərim. Axır 3-4 gündə ki, qəşək Explora düşdü. Bilmirəm, indi 50.000 dənə baxan vardı, bazıda olan var, 30.000 dənə bazıda olan vardı. Müştəri də qəşək gəldi, onun 5 gün içində qəşək müştərilərdi. Gəldi ağa tərəfin özü gəldi, ağa mənim bu cür yüküm vardı, deyir, bunu sən yer eləyə bilərsən, ben niyə eləyəmirəm, dedim, hər nə mənədir, açınımədir, açın tərifə zadmadım, baxaq yox, yer eləyə bilirik, ya yox. Atdı gördüm, ha, ya yer verdi, ola bilir, ha, dedim, budur. Qiymətimiz də budur, ha, dedi, yox, çulaq qəşək, deyim, mən verirəmsə necəsən, tərxis eləcəklə onları. Mədaşlarını atdı, hər nə mənəsini və atdı, qiymətini də dedim, dedi, şumara hesab yollayıcıyla. Şumara hesab da yolladım, əlbəttə dedim, qoy bir yükün gəlsin, bizə olsun deyə o ötür. Deyim, mən bunu verirəm, sən az maaşı çıxartçınandır. Çıxartçınan təqribən ton yarım, 2 tona yaxın bir şeydi. Dedi, bunu az maaşı verirəm, sən çıxart, pulunu da burada hesabıma. Dedim, qalsın, pulunu da burada, ala demirəm, neçə burada da xılasın. Hər nə mənəsini, gömrüyünü, zadını, hər nə mənəsini hesablarımda dedim, bunu da burada, öz pulumu da burada. Özü də adamdır, özü də işi də elə budur da, dedi ki, hər nə mənə yenə artıq əsgirsə, axırda yenə hesablaşacaq. Yəni bu mənim əməlgəri olmağım ki, birdən gəldim, dedim, atıram, ötürcündən də hər nə olur olsun, budur, mənə müştəri də tapdım. Bu müştərini mən indi tapmağımla burada vaqən bir dənə nimət idi bu Insta. Vaqən bir dənə bu fəzai məcazi doğrudan bir dənə nimət idi. Bir dənə nimət idi bu. Gəldi, attım, indi budur.
Onun işlerini göreceğim. Yük tükü gelecekti. Bu haftaya gelecek. Yer verileceğim. Yer verileceğim. Pulumu da almışam. Ondan sonra 10 gramda A taraf geldi. Direkte dedi ki biz filan bir şeyi tolid eləyirik. Onu sen Türkiye'de müşteri tapabilirsen. Dedim oğlum niye tapamıyorum be dedim olsun. Sen gene umut var olma ama ben gene de yer verileyim de bir soruşturun bakın. Akşamüstüydü danışırdık. Hemen sabahsına da onu yer verileyene bir tane ayrısı geldi. Direkte dedi ki benim diye Türkiye'de müşterim vardı filan bir şey istiyor. Onu tapabilirsen buradan yol yok ona. Hemen o dünen dediği tarafçı dedi biz bunu tolid eləyirik o. Dedim qafanı alım ben. Kör Allah'tan ne istəyər. Bundan onu baham connect vurdum. Ona dedim buna dedim abi bunun qiyməti nə mənədir deyicəm mənə. Abi qiyməti dedim mənə mən buna qiymət dedim. Dedim sən də Türkiyəliyə deyicəm Türkiyədə deyirsən müştəri. O da ona dedi ki yer ver olacaqdı. İndi qalıbdı. Dünən bunlardan danışmışıq. İndi sabah birisi günə bu da yer ver olunacaq. Yani bir dənə bu hərəkət ki mən gəldim ha dedim mən bunu olsun. Yer veriliyim. Bunu elə mən belə götürüm əməlgəri olum məsələn bunu götürüm atım elə peycən işləyim. Bax 10 günün içində bunlar gəlibdi. Çox olubdu ha. Çox bu cür bir şeylər oldu amma mən o əsli tutanları məsələn deyirəm. Gəlibdilər məsələn o deyibdilər Ranəndə daha mən gələcəyəm gömrüyə, bazıqandan keçəcəyəm. Mənə lazımdır belə demişəm ha. Burada sənin nümayəndən olacaqdı. Nümayəndələrin də hamısı bağın elə yaxşı uşaqlardır, yaxşı adamlardır gələcəkdilər sənə. Köməklik eləyəcəkdilər. İndi öz işlədikləri burada pullarını alacaqdılar. Burada əziyyət deyilməyəcək. Hamısı gül kimi uşaqlardılar. Ondan sonra məgər yer eləyən məsələ də ya nümayəndən olmasa da gəlib burada qalsan da hər nə mənə müşkülün olsa deyicinin mənim özüm gələrəm. Ya qardaşım, ya xalam oğlu, ya əmməm oğlu, ya yoldaşım, birisini yollayırım, gələr səni. Burada işmişin də görər, köməkliyimizi də eləyək. Buradan bu cürdə yoldaş da qazanmışım. Və direktdə bəziləri də cəhfələ, bəzi ketbet sözlər də yazır. Onlar heç də onlara kullən sən baxmayacaqsan. Neçə dənə getdim o yekə pejlərdən də soruşdum. Ha dedim, sizə də bu cür gəlirlər, bu cür mənfi enerjilər verirlər. Dedilər, həyə. Birisi dedi ki, mən kullən deyə cavab vermirəm. Birisi dedi ki, mən qəşəng cavablarını verirəm, istəyirəm başa salam. Birisi də dedi, mən kullən deyə o cür bir şey görəndə məstud elirəm gedir. Pis enerjilər gəlirlər. Nə edirəm, mən burada bir dənə filmdir götürürəm, görürəm, ruzmərləqimlə atıram oraya. İşi sizə öyrədəm. Gömrüyün işini indi bəzilər, məsələn, qalırlar, gömrüyə nə mənə gəlir, nə mənə gedir, nə cür çıxır, nə cür olur, bilmirlər. Burada məndə pejdə kanalda atıram, bu belə oldu, o elə oldu. Bu cür gəlir, o cür gedir, bilən. Bu əvəzincə gəlir mənim sözlərimin içində, baxa görə mənim o sözümün məqolu Məmməd Qulusu nə mənədir, mən burada nə mənə öyrədirəm, gəlir ketbet şeylər yazır. Baba sən onu ötür, gəl bir dənə bax gör, mən burada nə mənə deyirəm. Ya filmlərdə bax gör, bir şey örgəşinin. Alveri burada örgəşinin. Kitab kimində demirəm, kitab pis daha yox. Kitabı indi oxucundan bu mövzuddakı əlaqəm var, nə mənədir. Amma mən burada düz bazarın içində sənə örgədirəm. Deyirəm ki, bax, bu belə olacaq, bu elə olacaq. Varda, sadə, tərxis budur. Gömrüyün işi budur. Əməli surətdə sənə örgədirəm. Burada sözün sen təhvil al gör, mən burada nə mənə örgədirəm sənə, bir şey örgəşinin. Gəlir ketbet şeylər yazır, hələ onunla da işim yoxdur. Onları ötürəcəksən, daldan hürüyəcəkdir, ötür. Amma sözüm buradadır ki, vaqən əməlqarı olun. Əməlqarı olmağın bax, özü budur mənə vaqən çox qəşəng oldu. 10 günün içində bəlkə yalan olmasın indi. Çok qəşəng olubdu. Mənə dərəmədi qəşəng olacaq. Yəni o qayıtmağı mənə çox qəşəng olubdu. Vaqən çox gözəl olubdu.
ve çok qəşəng də olacaqdır. Çok güzel de olacaq. Hələ 10 gündür bu da. Bundan bu yana da lap belə gözəlləşəcəkdir, lap belə qəşəngləşəcəkdir ki, mütmənnəm qəşəngləşəcəkdir. Əməlgəri olun, ötürün mənim işinizi. Əngizəni ötürün. Əngizə bir ləhsədir, gəlir gedir. Disiplinli olun, inzibatlı olun. İnzibatınız olsun. Çok güzeldir, çok da qəşəngdir. Mən razıyam əməlgəri olmağımdan. Ötürün, cəmaət nə mənə deyir desin, hər kim nə deyir desin. İtürüyər, kərvan keçər, ötür. Ağa, hər nə mənə sualınız olsa, burada soruşa bilərsiniz. Gümrük moridindən, tərxisdən, varidatdan, sadiratdan. Hər nə mənə işmişiz də olsa yer eləyə bilərik. Yer eləyə bilərik ki, danışacağıq. Yer olsa ki, niyə yer eləyəmirik, barabar işləyə də bilərik. Hər nə olub da, hər cürədən. Sizə hamınızı Allah'a tapşırdım. Özünüzdən muğad olun. Görüşənə kimi. Ya Ali.